Məmunu fikirləşirsən? Məmun. Yox, o mənə çox inanır. Və mən elə bir iş görə bilərəm ki, bu bağlılıq gündən günə artsın. Yox, mənim rahatlığım Məmun Sarıdan deyil. Onda Əmin Sarıdandır. Əmin? O ləyaqətsiz axmaq çocuq? Zibidə? Zibidə. Bu qadın çox ağıllı, tədbirli, hədsiz qüdrətə, sərvətə malik olan bir qadındır. Bütün Abbasi xanidanını öz qüdrətli pəncəsində saxlayır. Onunla nə eləyim? Yolumun üstündən onu necə götürüm? Abbasi xanidanını nə eləyim? Elə bir sülalə ki, canavar kimi bütün İslam məmləkətini pəncəsində saxlayır. Bəzən düşünürəm ki, mənim bütün arzularım puç, mənasızdır və mən heç vaxt məqsədimə çata bilməyəcəyəm. Bəzən də ümidim artır, hakimiyyətimin qələbəsini bir addımlığında görürəm. Bu fikirləri təlatümü məni pərişan edib, yoxumu gözümdən alıb, mənə bir an rahatlıq vermir. Bura bax. Neylədin? Elə bir şey deyil. Amma biraz səbr eləsən, bu qan damcıları məni anba-an ölümə yaxınlaşdıracaq. Axırda isə yerdə cansız cəsədim qalacaq. Bir zərbə indir. Abbasi xanedanın canının bədənindən çıxmasını və qarşında ram olmasını gözlə. Aslı deyil əzizim. Bu acı xəbəri eşitdiyim andan bəri qüssədən bağrım çatlayır. Göz yaşlarım ixtiyarsız olaraq üzümə axır. Doğrudan? Bəli, doğrudan. Ne için? Görümsən xəlifəni neçə dəfə görümsən? Bir dəfə. Bir dəfə? Həmin gün ki mənimlə evlənməyinə razı olduğunu bildirdi. Təkcə bir dəfə? Onun məhəbbəti ilə bir dəfə görməklə mi qəlbinə yol tapıb? Bilmirəm nə deyirsən. Düzünü de. İstəyirəm biləm özünü ağlamağa necə məcbur edirsən. Heç nədən necə ola bilər ki ağlayıb göz yaşlarını tökəsən. De görək. Bilmək istəyirəm. Bilmirəm. Xəlifə idi. Vəli nimətimiz idi. Ərimin atası idi. Sualımın cevabı değil bu. Gerek tapam. Mütləq tapmalıyam. O kimdi? Sizin kızınız. İleri gel görün. Sen ağlamırsan? Yok ata. Axı niye? Sizi görüp elə vəcdə gəlmişəm ki, ağlaya bilmirəm. Ağlayabilirsən?
Yaxşı ki sən qızsan, lazım deyil xəlifəlik qanunlarını öyrənəsən. Fəzl, haradaydın? Neçə vaxt səni gözləyirəm. Etibarlı qasid axtarırdım ki, Əmirzadənin sifarişini Fəzl İbn Rəbiyə çatdırsın. Tapa bildin? Bəli. Əmir, Rəşid. Bu iki qardaş mənim yaxın adamlarımdır. İgid, cəsarətli, iti hafizəlidirlər. Əmirzadənin Fəzl İbn Rəbi və sərkərdələrə sifarişini cümlə və cümlə əzbərləyiblər. Ne için yazmamsan? Ona görə ki, Fəzl İbn Rəbi ondan sənət kimi istifadə eləyib, qardaşınızı sizin əleyhinizə qaldırmasın. Hələ gərək biraz gözləyək. Düz deyirsən. Belə daha yaxşıdır. Hələlik yola getməliyik. İstəyirsiniz desinlər. Özünüz də məzmunundan xəbərdar olarsınız. Lazım deyil. Sən dediyin kimi daha yaxşıdır. Getsinlər. Özünüzdən müqayyət olun. Allah amanında. Yaxşı. Şəhərdə cəmaat nə deyir? Mənim haqqımda nə danışırlar? Əminin hakimiyyətini qəbul eləyirlər? Tələsmə, Əmirzadə, tələsmə. Yolumuz hələ çox uzundur. Siz isə tufana düşmüş bu gəminin başçısı olaraq çox çətinliklərə dözməlisiniz. Elə isə soyuqqanlı olun, addım, tam arxayınlıqla gələcək hadisələrə hazırlaşın. Yavaş közərib, qəfildən böyük bir xırmanı yandıran alov olmaq lazımdır. İndi isə icazənizlə bir zindana baş çəkim. Zindana niyə? Bir neçə nəfərlə görüşüb, Böyük Harunun ölüm xəbərini onlara çatdırmalıyam. Bəlkə onların da dəstəyini qazana bildim. Kim üçün dəstək? Sizin üçün. Mənim üçün? Məhbuslar məni dəstəkləyəcək? Onlar tanınmış, nüfuzlu şəxslərdir ki, atanızın dövründə Əli nəslini himayə etdikləri üçün tutulublar. Mən onları tanıyıram. Güman eləmirəm. Zindanda adam çoxdur və sən onların hamısını çətin ki tanıya biləsən. Sənin zindanına düşənlər adətən neçə il dözürlər? Cürbəcürdülər əzizim. Bəziləri eli ilk aylarda ölür. Bəzilərinin isə sanki ilk canı var. Hətta 10 ilə dək dözə bilirlər. Buyurun. Altı il öncə bura bir neçə məhbus gətirdilər. Zeydiyyədən idilər. Başçılarının adı Xalid İbn Əhməd idi. Səncə o hələ də sağdır? Xalid İbn Əhməd? Hə, 2 il qabaq ölüb əzizim. Adı ona görə yadımda qalıb ki, çox nəcib adam idi. Həmişə namaz qılıb, dua oxuyurdu. Bizi demək olar ki, heç narahat eləmirdi. Bəs qalanları? Qalanlarına Allah lənət eləsin. Hələ də sağdılar. Bu yaxınlarda tənbih eləyib şəraiti daha ağır olan hücrəyə saldım ki, dözməyib ölsünlər. Göstər onları. Bu tərəfdən əzizim, buradadılar.
Açın. Kalkın. Təzim edin ay Allahsız kafirlər. Baş vəzir görüşünüzə gəlib. İndiyə qədər bu zindanda heç kəs belə şərəfə nail olmayıb, qalxın. Açın. Hey, gözətçilərə xəbər ver. O neydi attı? O neydi attı? Cavab ver. Cavab ver. İşte cavab ver. Cavab ver. Bəsdir. Çıx çölə. Baş üstə. Bizi tək bırax. Vəzir əzəm. Onlarla təklikdə danışmaq istəyirəm. Axı təhlükəlidir. Mənə xətər yetirməzlər. Məni öldürməyin onlara heç bir xeyri yoxdur. Yalnız öz ölümlərini tezləşdirərlər. Qapını bağla. Məni tanıyırsınız? Tanımırıq. Heç tanımaq da istənmirik. Adım Fəzil İbn Səhl. İndi tanıdıq. Yüzdə müsəlman olmuş satqın ateşpərəst. Allah əvəzinə şeytana iman gətirdin. Mən bura gəlməmişəm ki, özüm haqda sizin fikrinizi öyrənəm. Onsuz da bilirəm. Gəlmişəm ki, sizə bir xəbər çatdıram. Xəbərlərini Harun üçün saxla ki, əvəzində sənə xələt versin. Sənin xəbərlərin bizə lazım deyil. Düz deyirsiniz. Ancaq hayf ki, da Harun sağ deyil. Yalan deyirsən. Siz necə bilirsiniz, əgər Harun sağ olsaydı, mən cürət eləyərdim ki, belə bir söz deyim və onu ölü adlandırım? Nə vaxt ölüb? Artıq 3 həftədir. Allah lənət eləsin ona. Hey! Harun ölü! Hey! Eşitsiz ne deyirəm? Harun ölü! Harun ölü! Cəhənnəmə vasil olun! Harun ölü! Gözətçilər, köməyə gəlin! Harun ölü! Ölü! Sakin olun! Harun ölü! Sakin olun!
bilirsiz, ya yox? Eğer belə ürək yatan sözlerim varsa de, bu sevindirir bizi. Ne oldu? Razı oldular? Yox. Güman edirdim. Bunlar hiç kimle yola getmir. Qiyamdan başka heç ne istemirler. Atamın vaxtında da beleydiler. Anamın İranlı olması da heç neyi değişmir. Bilirəm ki benimle Emine heç bir fərq koymurlar. Elədir. Müşkül nədir? Müşkül budur ki, onlar nə Harunu, nə sizi, nə də Əmini heç birinizi müsəlman saymırlar. Bəs səni? Mənə açıqca ateşpərəst deyirlər. Heç nə tapa bilmədim. Bir təhər aclığa dözməliyik. Yaxşı axtardın? Çox uzaqlaşa bilməzdim. Yaxınlıqda böyük bir ordu düşərgə salın. Heç bilmirəm kimdirlər. İşimiz pis ola bilir. Əgər yola belə gözlənilmədən çıxmasaydıq, lazımı qədər azuqa götürə bilsəydim, indi belə müsibətə düşməzdik. Bu hardandır? Elə buradan. Kifayətdir ki, gözlərini açıb, yaxşı-yaxşı axtarasan. Onda dur pişir. Mən bəlkə açmışam. Ovlamaq məndən, bişirmək səndən. Belə düz olar, elə deyil? Yox. Bişirmək arvad işidir. Ovlamaq da kişi işidir. Eybi yox. Əgər insafın yol verirsə, mən pişirərəm. Lazım deyil. Allah lənət eləsin sənə, hər sözə cavab tapır. Bir bax. Hökumət əskərləri. Tez qaçmalıyıq. Atlan! Yox, gözlə, gözlə. Bizi görüblər, heç nə eləmə. Sakit ol. Axırıncı dəfə sənə deyirəm, mənim icazəm olmadan bir addım da atma. Kimlərdənsə icazə almağa adət eləməmişəm. Bundan sonra öyrənməlisən. Bacarmaram. Səhv eləyirsən. Mənə tapşırılan işi layiqincə yerinə yetirilməliyəm. Hər hansı kiçik bir səhv bütün işlərimizi körləyə bilər. İcazəm olmadan heç bir iş görməməlisən. Bildin? Unutma.
İndi get yemək hazırla. Yox, lazım deyil. Mən özüm pişirərəm. Demişsiniz ki, mənə və Əmir əl-Möminin sərkərdələrinə xəbər gətirmişsiniz. Hə, bəli. Bəli. Deyin, müntəzirik. Mənim sözüm şəxsən sizədir. Mənimsə sözüm sərkərdələrədir. Əvvəl məndən başlayaq. İcazə verin təkliklə deyim. Biz Əmir əl-Möminin tərəfdarları söz vermişik ki, bir-birimizdən heç nəyi gizlətməyək. Amma mənə göstəriş verilib ki, xəbəri şəxsən sizə çatdırım. Sonra istəsəniz onlara da deyə bilərsiniz. Yox, mən bu oyuna yaxşı bələdəm. Ola bilsin fikirləşərlər ki, mən gizlincə məmunla razılaşıb əhd bağlamışam. Evini səhl tapşırıb, hə? Ya sözünüzü deyin, ya da əmr eləyəcəm ki, sizi qiyamçı adıyla edam eləsinlər. Vəssalam. Qaparın onları. Yaxşı, deyərəm. Hə, de görüm. Ey İbn Rəbi, özün hamıdan yaxşı bilirsən ki, Harun tamam Xorasan hakimiyyətini mənə həvalə eləmişdi. Bütün ordunu da mənə tapşırmışdı. İndi isə səndən istəyirəm ki, mərhum xəlifənin vəsiyyətinə əməl eləyib, necə bacarırsansa, vaxt itirmədən ordunu biz tərəfə göndərəsən. Əlbəttə, mən sənin məsuliyyətini xəlifənin yanında öz öhdəmə götürəcəm və yol verməyəcəm ki, bu işə görə sənə bir zərər dəysin. Səni həmişə öz himayəmdə saxlayacağım və bu xidmətini əvəzsiz qoymayacağım. Qurtardı? Bəli. Yaxşı. İndi sən də görüm sərkərdələrə nə xəbər gətirmisən? Xəlifə oğlu Məmun sizə salam göndərərək deyir. Siz uzun illər atamın ordusunda döyüşüb, qılınc çalmışsınız. Mərhum xəlifənin arzu, istək və nigarançılığından xəbərdar idiniz. O əmini vəliəhd təyin eləyib, məni də ona canişin qoydu. Əhdnamə yazıb Allah evindən asdı. Mənə və hamınıza tapşırdı ki, əhdnamənin məzmununa əməl eləyək. Baxmayaraq ki, mən Məhəmməddən böyüyəm, amma and içdiyimə görə əhdimə sadiq qalmaqdan başqa çarəm yoxdur. Əminin hakimiyyətinə tabi olmalıyıq. O xəlifədir, ona itayət vacibdir. Amma mənim və sizlərin andı təkcə əminin xəlifəliyi üçün deyil. Andımız əhdnamənin bütün bəndlərinə aiddir. Öz əhdinizə vəfa eləyib işliyiniz andı yada salın. Dərhal mənim yanıma qayıdın ki, hazırda bundan başqa sizin heç bir vəzifəniz yoxdur.
Vəssalam. Bizim sözümüzü məmuna çatdırmaq üçün bir nəfər bəsdir. Öldürəcəyim səni. Get məmuna de ki, əgər burada olsaydı, bu xəncəri onun qarnına soxardım. Cevabını aldın. İndi get bizim sözümüzü ona çattır. Bırakın beni. Öldüreceğim. Öldüreceğim. Bırakın beni. Öldüreceğim. Öldüreceğim seni. Kardeşler, sizin himmetiniz takdire layıktır. Belki elə fikirləşirsiniz ki, sizin bildiklerinizi Ali İbni Musa bilmir, ha? Ya da elə bilirsiniz ki, bu hadiseden ve onun neticesinden o xəbərsizdir. Ələvilər məmləkətin hər yerində pərakəndədirlər. Məsələ də elə ondadır. Ələvilər pərakəndədirlər. Özə təkcə pərakəndə deyirlər, həm də bir-birindən xəbərləri yoxdur. Elə bu pərakəndəlik deyildi ki, Əlinin zərbətlənməsinə səbəb oldu. Elə bu pərakəndəlik deyildi mi, Həsən İbn Əlinin ciyərini parçalayıb, Peyğəmbər nəvəsi Hüseyin İbn Əlini qanına qəltan elədi və bu pərakəndəlik deyildi mi, Zeyd İbn Əlinin doğranıb yandırılmasına gətirib çıxartdı. Əli İbn Musa'nın da tək istəyi odur ki, möminlər əl bir olsunlar. Vurma. Get göz kulakta ol.
Atını tapdım. Halı necədir? Yaxşıdır. Dilə gəldi. Bəli. Çox yaxşı. Kimdir? Bu çöllərdə neynir? Abbasilərin adamlarındandır. Fəzl ibn Rəbiyə xəbər aparırmış, amma deyəsən xəbər Fəzlin xoşuna gəlməyib və onu çox sərt cavabla geri qaytarıb. Mən haçan sənə belə sözlər dedim? Niyə ki? Dedin. Yalan deyirsən. A kişi, canının qədrini bil və dilini saxla, yoxsa... Mən ona heç nə demədim. Əlbəttə dillə demədin. Hər sözü demək üçün dil lazım deyil ki. Fəzlin ordugahı bizdən çox da uzaqda deyildi. Və sən elə tələsirdin ki, heç kimi, heç nəyi belə görmürdün. 2 nəfərdilər və 5 əskər onları müşayiət eləyirdi. Yadına gəlmir? Düz deyirsən. Bu onlardan biridir. İndi yadıma düşdü. Bu axşam yorğun və qolu bağlı bizə pənah gətirdin. İndi isə başını yırğalayıb qəzəbini udursan. Görürsən ki, yalan demirəm. Bunların hamısını sən özün dedin. İndi heç nə danışmayıb sakit dayana bilərsən. Danışmağı heç lazım da deyil. Bizim səninlə işimiz yoxdur. Gərək ona kömək eləməyəydik. Qalx gedək. Gedib ya qalmaq məsələsinə mən qərar verirəm. Əvvəldə bu barədə danışmışdıq. Onda qərara gəl. Mən artıq belə zalımla bir yerdə qala bilmərəm. Yaxşı, mən qərara gəldim. Hələlik qalırıq. Biraz gözləyək ki, təsəlli tapsın. Görünür dərdi çox böyükdür. İstəyirsənsə ağla. Rəşid, qardaşım. Yaxşı, artıq ayrılmalıyıq. Mərvin yolu o tərəfə. Siz hara gedirsiniz? Biz? Cavab vermirsiniz. Ne olur? Mən özümü sizə borçlu sayıram. Nə vaxt yolunuz Mərvə düşsə... Biz Mərvə gəlmərik. Bilirəm. Dedim bəlkə. Ümidvaram bir gün xəcalətinizni çıxarım. Xudahafiz. Xudahafiz. Gərək ona kömək eləməyəydik. Neyniyək? Başqa çarəmiz yox idi. O məmun sarayının adamlarından idi. Nə olsun? Nə etməliydim ki? Soyuqda həlak ola bilərdi. Cəhənnəmə ki. Elə danışma. Necə istəsəm elə də danışaram. Niyə dedin ki, atını tap? Bu səhradan çıxmaq üçün ona at lazım idi. İndi o Mərvə bizdən tez çatacaq. Əgər bizə rast gəlsə... Rast gəlməz. Mərv sən fikirləşdiyindən də böyükdür. Deməli Mərvə gedirsiniz. Niyə məndən gizlədirsiniz? Qorxursunuz? Məndən?
Mən sizə borcluyam. Bu sözün sizin için mənası yoxdur. Var, ancaq sənin dilində yox. Danışma. Mən neyləmişəm ki? Məndən sizə heç bir ziyan dəyməz. Arxayın olun. Lazım deyil biləm siz kimsiz, məqsədiniz nədir? Biz artıq dostuq. Heç nə soruşmaram. Gəlin. Gəl, Sən ona inanırsan? gəl. Yox. Gəl. Yaxşı. Daha burada bir-birimizden ayrılmalıyıq. Bəli. Əgər mənlik bir işiniz olsa, Fəzil İbn Səhlin sarayında tapa bilərsiniz. Yadımda qalar. Sağ olun. Allah aman. Geldiler. Əmi, Salam, hoş gəlmişsiniz. nə vaxt qayıtdınız? Niyə xəbər vermədiniz? Rəşid hardadır? Rəşid. Rəşid. Nə oldu? Rəşid. Oğlum Rəşid. Rəşid hardadır?